Deməli, qazanxanamızda 2 baseynlə su gəlir, 2 nasos qoymuşuq. Yəni genişlənmə çəri 100 litrlik. Nasoslardan ikisinin traniklə yığılıb, filtrdən keçdikdən sonra keçir su yumurtaldıcıya. Oradan da gedir opş sistemi. Deməli, qazanxanamız nədən ibarətdir? Bir dənə dizellə qazan. Bundan çıxır padaça, gəlir baymaq kombisinə tranik atırıb birləşdirilir, gəlir padaça ilə. Girir dəngə qabına, dəngə qabından kollektorə nasoslar. Deməli, 1 nasos, 2 nasos, 3, 4 nasos. Sonra dizel qazanımızdan abratka çıxır, gəlir birləşir baymakın şeyinə. Burada bir dənə dövriyyə nasosu. Ölçülərində göstərirəm. Oradan gəlir kollektorə filtr, ventil və kollektordan gedir. Bir dənə vızılma klapan qoyur. Bu kombisə 24 kombi, deməli xidmət eləyir boileri.